Salam, hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Bugün mən sizi çox, mənim üçün dəyərli olan bir insanla tanış eləmək niyyətindəyəm. Biz ilk dəfədir üzbəyizik sizinlə, amma sizin gördüyünüz işlər, sizin apardığınız tədqiqatlar, sizin o möhtəşəm kolleksiyanız həmişə mənim diqqətimdə olub və biz nə yaxşı ki, sosial şəbəkədə dostluq və vaxt açır mən sizin bu əsərlərinizə, yığdığınız o topladığınız nümunələrə də tamaşa eləyirəm. Xoş gəlmişsiniz proqramımıza və əminəm ki, bugün sizə tamaşa eləyən, sizinlə bu cür virtual tanışlığa sevinən insanlar çoxdur. Çünki siz elə bir nəslin nümayəndəsisiniz ki, elə bir nəslin, şəcərənin yaratdıqlarını bugün yaşadırsınız ki, sizə ancaq bunun üçün çox sağ ol demək olar. Çünki tarix yaşandıqca yaşayır, tarix xatırlandıqca yaşayır və bu barədə dahilərin də fikirlərini, müxtəlif dövrlərdə yaşamış insanların da fikirlərini nəzərdən keçirəndə görürsünüz ki, tarix yaşadan insanlardır və bu mənada da siz bu tarix yaşadanların bir parçasısınız. Xoş gəlmişsiniz bizim proqramımıza. Xoş gördük. Və əminəm ki, bu kiçik müsahibədə siz bizə və ümumiyyətlə tamaşaçılarımıza İrəvan ədəbi, bədii mühitinin, təsvir incəsənətinin əsas nümunələrini bir daha xatırladacaqsınız. Buyurun. Məmnuniyyətlə. Mən də öz tərəfimdən təşəkkür edirəm sizə bu xoş sözlərə görə, bu cür təqdimata görə və bugün bax bu sadaladığınız hər nə varsa, qazanılıbsa, yetişdirilibsə, həmin o dediyimiz o möhtəşəm mühitin hesabınadır. Yəni, mənim ulu nəslim, köküm o İrəvan sarayındakı mədrəsədə təhsil görmüş bir insanın, Axund Sərdarın nəslindən olduğuma görə biz bütün bugün nə əldə etmişiksə, nə qazanmışıqsa, həm bir nəsil olaraq, həm bizlə əlaqəli adamlar, nə nailiyyətlərimiz olubsa, biz o məhz İrəvanın mədəni irsinə, o mühiti formalaşdıran amillərə borcluyuq. Və biz burada günah olardı ki, qayıdış fəlsəfəmizə bir varmayaq. Yəni, bizim bu qayıdış fəlsəfəsi o qədər dərindir ki, oradan məcburən qovulan, çıxan, qətləma məruz qalan insanların texniki geri dönüşü deyil. Bu məsələ 200-dən çox, 202 yaşı var. O müthiş bir gecədə 1827-ci ildə o gecə baş verən qətliamdan sonra orada formalaşan çox möhtəşəm bir mədəniyyət imperiyası dağıldı. Boynu vuruldu o mədəniyyət nümunələrinin. Bilirsiniz, amma onu nə qədər dağıtsalar da, yer üzündən silsələr də, zaman-zaman onun o qönçələri, pöhrələri yəni yaşamaq istəyir. Yaşamaq istəyir, bəli. Və o yaşamaq, onların harayını biz eşidərək bir vəfa borcu özümüzdə sayırıq ki, yəni Allahın bizə verdiyi və yaxud da ki, o genlərdən keçən nələrsə varsa bizim təhsilimizdə, savadımızda, biliyimizdə, onları yönəldək, bax o 202 il əvvələ qayıdaq. Yəni bu qayıdış fəlsəfəsinin ən mühüm məqamı odur ki, bu həm də sadəcə oradan bura pənah gətirən və yaxud da Türkiyə, İrana pənah gətirən Azərbaycanlıların faciəsi deyil. O Azərbaycanlıların qayıdış məsələsi deyil. Bu, hər bir Azərbaycanlının, ümumiyyətlə, bu dünya məsələsidir, insanlığın məsələsidir. Çünki orada mən dediyim, zaman-zaman qurulan o mədəniyyət hadisələri, ənənələri, oturuşmuş ənənələr, çox yüksək səviyyədə məzmunu olan ənənələrin yenidən sahiblənməyini biz təmin eləməliyik. Bu da dünya məsələsidir, deyirəm. O, təsəvvür edin, o sarayın həyatda qalması üçün Qrafinya Uvarova deyilən bir xanım var idi. O, imperator ailəsinə yaxın olan bir ailənin nümayəndəsi, həm də imperator arxeoloji cəmiyyətin sədri idi. O, son nəfəsinə qədər mücadilə apardı ki, o saray, o bir memarlıq abidəsi olaraq, bir inci olaraq dağılmasın. Onun o cür mübarizələri, mücadilələri ümumiyyətlə tarixdə çox olub ayrı-ayrı mədəniyyət nümunələri. Amma xüsusilə də yəni bax bu günləri indi bizim də əsərlərimizdə siz gördüyünüz o müəyyən elementlər var. Əgər o vaxtı, yəni o Qrafinyanın
bu Uvarova dramı deyirəm mən həmişə ona. Onun apardığı o mücadilə olmasaydı, o komissiya xüsusi təşkil olunur, gəlir orada ilk dəfə foto şəkillər çəkilib, yeganə o şəkillərdir qalan. Düz ayrı-ayrı rəssamların da əl işləri olub o barədə. Bax, həmin o foto şəkillər bizə imkan verir ki, biz ora girək, gəzək o sarayın otaqlarını, güşələrini və oradakı elementləri, orada Mirzə Qədim kimi dahi bir sənətkarın yaratdıqları var, onun qoyub getdiyi bir irs var. Onun hər nüqtəsini biz bugün də öyrənirik. Mən indi fürsətdən istifadə edib istəyərdim bugün Mirzə Qədimdən daha çox danışaq. Bir də siz deyən kimi o mühiti formalaşdıran amillər təkcə həm strateji, siyasi, iqtisadi bir çox məsələlər var idi ki, o şərtləndirirdi, orada elə bir mədəniyyət formalaşmalı idi. Yəni İrəvan bildiyiniz kimi həm Təbrizə, həm Mərkəzi Asiyaya, həm Hindistana, həm Trabzona, həm Ərzuruma, bütün indi bugünkü dildə o hub deyilir. Həmin o coğrafi strateji və onu da yaradan zehniyyətlər var idi idarəçilikdə. Bəs niyə görə o dediyim kimi o boyun sındı, qırıldı, amma bugünə qədər bugünkü Ermənistan o şəraitdən özünə nə qurdu, nə yaratdı? Heç nə. Nə mədəniyyətdə, nə iqtisadiyyatda. Dağıtdı, vəhşi kimi dağıtdı hər şeyi. Hər şeyin kökünü gedib qazdı, çıxartdı, məhv elədi ki, oradan bizim izlərimizi itirsin. Amma tarix heç vaxt ölmür, necə deyərlər, heç vaxt unudulmur. Bu və ya digər şəkildə bu məsələlər ortaya çıxır. Buyurun. Və mən bu məsələni qeyd eləmək istəyirəm ki, bax, məsələn, bugün biz araşdırırıq da bu mədəniyyətin o qədər təşəkkül tapmağında inkişaf eləməsinə, yəni söykənən o amillər nə idi? İqtisadi model. Biz bugün bizim yaxşı olardı mütəxəssislərimiz o sahədə bir Qərbi Azərbaycanın İrəvan xanlığının bir iqtisadi modelini də bir araşdırsınlar. Yəqin ki, araşdırırlar insanlar bunları. Yəni indiki bir Singapur modeli var. İnandırım ki, sizi İrəvan xanlığı ən müvəffəqiyyətli, ən tərəqqipərvər sistem qurmuşdu. Həm iqtisadiyyatında, həm o xarici əlaqələrin qurulmasında. Təsəvvür eləyin, nə qədər orada müxtəlif istiqamətlərdə ölkələrlə əlaqələr qurulurdu. Və orada hazırlanan məhsullar, indi biz azad iqtisadi zona deyirik. Mən bir şeyə qoyub o birisinə gedirəm. Təkcə təsəvvür edirsiniz ki, İrəvan şəhərində 7 rəngdə şüşə istehsal olunurdu və o şüşə istehsal olunan yerlərdən başqa o şüşələr, o rəngli şüşələr nəyə lazımdır Telli xanım? Deməli, gör necə bir taxta işində möhtəşəm bir yəni şəbəkəsi olsun, quraması olsun. Gör nələr yaradırdılar ki, və ayrı-ayrı ölkələrdən də, yəni əslində o mağazalar təkcə İrəvan xanlığına kifayət deyildi də, başqa ölkələrdən gəlib alırdılar. Və yaxud da indi qoyaq şüşəni qoyuram, yəni o tətbiqli sənədin inkişafından deyirəm. Keçək bu dəri istehsalına. Dəri emal edilən saysız hesabsız emalxanalar var idi. O İranın, indiki İran dediyimiz, yəni Qacarların müxtəlif şəhərlərindən ora gətirilir. Yəni orada o sənaye sistemi, o istehsal elə güclənmişdi ki, 32 mağaza var idi ki, o dəri satırdı. İndi görün, o dəri gəndirim, tək İrəvan cəmaatı üçün də ölüydü axı. Ayrı-ayrı ölkələrdən. Ben bu sadalamaq istəyərəm, bunun olsun ərzaq məsələsində. Küncütdən tutmuş, ayrı-ayrı o meyvə quruları falan, onlar Fransaya qədər gedib çıxırdı, İngiltərəyə gedib çıxırdı. Əslində dövlətçilik ənənələri olan böyük bir dövlətdir. Bəli, və İrəvanda olan o Hüseynqulu xanın vaxtında o Hindistandan falan, indi bugün biz deyirlər, ermənilər sənətkar millətdir, nə bilim o meyvəsi əriyib. Onların hamısının kökünü həm o meyvəçilik, bağçılıq kultunu da yaradan İrəvan xanları olub. Ondan sonra o özdə orada 8 hamamdan ki biz danışırıq, o hamamlar elə-belə hamam olmayıb. Onlar mədəniyyət mərkəzləri olub. Orada xanlar arasında rəqabət olub ki, kim daha gözəl, o dediyimiz o 7 rəngli şüşədən istifadə olunan sənət əsərləri orada formalaşıb. Orada poeziya, ədəbi bədii gecələr olub. Teatrımız, bəli, teatrımızla bağlı mən bir şey deyim ki, siz
əgər Qriboyedov 1828-ci ildə öz əsərinə orada tamaşa eləyirsə, o bir ənənənin davamı idi. Pierre Chardin, o deyir ki, mən İrəvandan keçəndə hətta bir tamaşaya da baxdım. Bəli, o Jean-Baptiste Chardin özü də demişdi ki, o dünyanı çox gəzib, çox yerdə nələrsə görmüşdü. Yəni burada, yəni bütün saraylarda nəsə məsəkə olur, nəsə təqdimatı olur. Amma burada bir uzun bir məzmunu, məntiqli ifadə eləyən neçə pərdədən, necə hissədən ibarət olan əsərdən dedi, bu həm də bir operadır. İndi mən keçirəm, yəni bu günlərlə danışmaq olar. Bizim tədqiqatlarımız aparıb elə dərinliklərə çıxardır. Mən indi Mirzə Qədimdən kiçik bir onun o yaratdığı, bugün ən çox deyirlər ki, o dəzgah rəngkarlığının banisidir. Amma o tək onun mu banisidir? O həm ilk bərpaçı rəssamdır, həm onun o keçid dövrünün deməli bu miniatür məktəbi var idi, Təbriz miniatür məktəbi. İndiki vaxtda bütün xronikanı, bütün yəni ölkə başçılarının, eləcə də bütün mühüm məqamların tarixə düşən anlarını o vaxt miniatür ustaları qələmə alardılar, çəkərdilər. Yəni o çaldıran döyüşü ən çox da Şah İsmayılın vaxtında inkişafını tapmışdı o Təbriz məktəbi. Həmin məktəbin davamı Şah İsmayıldan sonra təbii ki, tənəzzülə uğradı. Amma bax bu Mirzə Qədimin əsərində siz fikir verirsiniz, onun bir süvari əsəri var da. O ilk dəfə olaraq o miniatürdə də şərti təsvirlər var. Hər şey məsələn formaya bir çərçivəyə salınır. O çərçivədə məsələn atların təsviri var deyək ki. Artıq ilk dəfə olaraq Mirzə Qədim o süvari əsərində o atın miniatürdəki duruşunu bir balaca dəyişib, onun özünün də bədənini canlandırdı. Bu realizmə ilk yol idi, ilk keçid idi. Yəni bizim yəqin ki, bu mütəxəssislər bu barədə daha çox danışa bilər. Nəysə, orada bax belə məqamlardan başqa indi keçək onun o bitkisel, nəbati elementlərdən istifadə eləməklə. Mən fikir verdim, gördüm orada o panellərdən biri, panolardan birində bu sən demə o bitkisel, yəni nəbati elementlərlə, güllərlə verdiyi o trayektoriya əslində həndəsi trayektoriyadır və o həndəsi trayektoriya özündə 8 güşə açır. 8 güşədə o fırlana gedən güllərdə görürəm süsən gülü. Daha çox orada süsən gülündən istifadə edilir. Niyə görə süsən gülü? Mən araşdırdım ki, süsən gülü sən demə bir bu səcdə simvolu kimidir. Və Mirzə Qədim də onu hər tərəfdə elə düzüb ki, yəni ki, Allah hər yerdədir. O səcdə yalnız yuxarı yox, bir istiqamətə yox. Yəni orada məsələlər çoxdur, yəni maraqlı məqamlar. Mənim üçün o pano oldu bir simfoniya. Dediyim odur ki, orada o qədər zəngin elementlər var ki, bugünə biz daşıya bilərik. Və bugün Böyük Cavidin sözü olmasın. Yəni bizim ən böyük qılıncımız, kəsərli qılıncımız bizim mədəniyyətimizdir, mədəniyyətimizdir. İndi Qərbi Azərbaycanı üzr istəyirəm, bunu da deyim. Biz mədəniyyət qılıncımızı qaldırmalıyıq yuxarı ki, onun parıltısını da o səviyyədə verə bilər ki, Qərbi Azərbaycan mədəniyyət irsi. O bütün ətrafda görsənsin. Yəni bizim bu apardığımız bu saat indiki mücadilə var haqq işimiz uğrunda. Orada mədəniyyətimizin yerini verə biləcək çoxlu bizim xəzinələrimiz var. Bilirsiniz, bu mövzu o qədər geniş mövzudur və siz də o qədər gözəl danışırsınız ki, mən sizin sözünüzü kəsmək istəmirəm, amma sadəcə vaxt var, bizim vaxt tamam olur və güman edirəm ki, biz sizlə yenə görüşəcəyik, təkcə bu mövzuda yox, ümumiyyətlə sizin gördüyünüz digər işlərdən danışacağıq və bir məqamı istəyirəm deyim və bununla tamamlayayım ki, yazılan əsərlər, çəkilən rəsmlər, hardasa bir o siz dediyiniz nəbati cizgi və yaxud da hər hansı bir heykəldə, bir deyək ki, at figurunda filanında təsvir olunanların hamısı bizim tariximizdir. Əlbəttə. Və insanlar o vaxt uzun-uzadı televizor yox deyək ki, nə bilim, qəzet yox, jurnal yox, öz mesajlarını, öz sözlərini, öz arzu və istəklərini məhz bu rəsmlərdə, bu tablolarda yaratmağa çalışıblar və İrəvanın tarixi də onun o əsərlərində, yəni canlı əsərlərində uzun illər insanlara xidmət edən tikililərində yaşayır. İrəvanın əsərlərində yaşayır. Onun tələbələrinin hələ bizim bilmədiyimiz və tanımadığımız, tapmadığımız əsərlərdə yaşayır. Dünyanın muzeylərində bir Azərbaycan adında yaşayır və əminəm ki,
gənc nəsil bu məsələdə çox ayıq olacaq və inşallah bizim yolumuz İrəvana düşəndə biz təzədən orada qonaq kimi yox, ev sahibi kimi özümüzü O sarayı yenidən qurmaq mənim aparmalıyıq. Bilirsiniz, mən şəxsən özümdən danışıram, öz fikrimdir bu mənim. Düşünürəm ki, bizim bir səhvimiz olub. Bəlkə də bizim də səhvimiz deyil. O vaxt cəmiyyətin və ya SSR adlanan o məhfum, qara məhfumun bizə vurduğu yaralardır ki, biz özümüzü tanımaq hüququndan məhrum olmuşuq. Biz məsələn İrəvan sarayının yanından keçib gedəndə və yaxud da onun şəkillərinə baxır və qalıqlarını görüyor, evlərin, binaların, falanların, divarların, çay kənarındakı kiçik evlərin heç birinin tarixinə maraqlanmamışıq vaxtı ilə. Keçib getmişik, sadəcə bir tikili kimi baxmışıq. Amma bugün artıq bilirik ki, əlimizdən çıxıb o yerlər dağıdılıb əslində o mənada və çox təəssüflənir ki, niyə bunların biz vaxtında heç birini yaşatmağa çalışmamışıq. Və inşallah üzümüz Qərb Azərbaycanadır. İnşallah yolumuz o yanadır və əminəm ki, biz sizinlə təkrar görüşəcəyik. Çünki bu mövzu çox genişdir, sizin başqa işləriniz də var və əminəm ki, biz sizə bu barədə yenə suallar verməyə gələcəyik. Mövzular çoxdur. O qədər zəngindir ki, o xəzinə. O xəzinədən biz çalışmalıyıq ki, insanlarımız, gənc nəsil faydalana bilsin. 100 illiklər tarixi var. Təsəvvürə gətirin, Şah İsmailin dövründən bu tərəfə salınan bir şəhərdir. Bəlli də hələ İrəvan şəhərinin adından bir dəfə başlayaq. Necə yaranıb bu. Təşəkkür edirəm mən sizə. Çox sağ olun, minnətdaram. Hörmətli tamaşaçılar, bizim söhbətimiz burada yekunlaşmır. Biz davam eləyəcəyik və əminəm ki, növbəti müsahibəmizdə daha geniş məlumat verməyə çalışacağıq və siz də öz uşaqlarınıza, nəvələrinizə, nəticələrinizə İrəvanın tarixi, ümumiyyətlə Qərb Azərbaycanda bizim izlərimizin, bizim yadigarlarımızın nə səviyyədə olduğunu bir daha biləcəksiniz, anlayacaqsınız. Sağ olun, gələn görüşəcək.